Xeyr, bugün belə bir suala baxaq. Tərkibində 14,6 qram hidrogen xlorid olan, ilk öncə hidrogen xloridin mol miqdarını tapaq. 14,6-nı hidrogen xloridin molar kütləsi 36,5-ə bölürük. Bu zaman 0,6 mol H xlor. 4 qram natrium OH, yəni natrium OH-ın molar molunu tapaq. 4'ü bölürük natriumun molar kütləsinə OH-ın 0,1 mol natrium OH. Daha sonra deməli 5,6 qram nü bərabərdir kalium hidroksidi tapaq. 5,6-nı 56-ya bölürük. Bu da 0,1 mol kalium OH eləyir. Bizə deyir ki, reaksiyaları qarşılıqlı ilə təsir etdikdən sonra məhlulda hansı maddələr ola bilər? Baxın, məhlulda hansı maddələr ola bilər? Biz ilk öncə natrium OH-ı neytrallaşdırmaq üçün nə qədər hidrogen xlorid lazımdır və kalium hidroksidə. Eyni zamanda baxın, burada OH bir dənədirsə 1-in 1-ə gedir, yəni 0,1 mol H xlor. Burada da 0,1 mol OH olduğuna görə 0,1 mol H xlor sərf olunur. Bu zaman alınır natri xlor və kalium xlor. Üstəgəl su. H2O. Alınmış maddələrimiz məhlulda mövcuddur. Baxırıq, 0,6-dan 0,1 sərf olundu. Bir də 0,1. Cəmi 0,2 sərf olundu. Deməli, biz 0,6-dan 0,2-ni çıxırıq. Bizim yerdə qalır 0,4 mol H xlorumuz. 0,4 mol artıq qalan H xlor və bir də əmələ gələn kalium xlorla natrium xlor. Doğru variant B variantıdır. Daha sonra eyni bu sualda eyni sualın təkrarıdır. Yəni 16-nı bölürük natrium OH-ın molar kütləsi 40-a. 0,4 mol natrium OH. H xlorun molar molunu tapırıq. 3,65-i bölürsünüz 36,5-ə. 0,1 mol H xlor və 9,8-i 9,8-i bölürsünüz 98-ə. O da 0,1 mol H2SO4. Bu zaman baxıram, burada 2 dənə o hidrogen olur. Yəni 0,1-i vururuq 2-yə, 0,2 H, 0,1 H da buradadır, çünki indeks 1-dir. Deməli, bizim qələvimizdən 0,1 mol H xlora, deməli, 0,1 mol H xlora 0,2 mol da sulfatın neytrallaşmasına. Yəni 0,4-dən çıxırıq H xlora gedən 0,1-i və 0,2 sulfata gedən. Bizim yerdə qalır deməli 0,1 mol natrium OH-ımızdan artıq qalır 0,1 mol və bir də yeni əmələ gələn natrium xlorid və natrium sulfat. Doğru variant B variantıdır.